Salam, hər vaxtınız xeyir olsun yoldaşlar. Dövlət İmtahan Mərkəzinin blok sınaq test topusundakı 15-ci sınağın izahına baxırıq. Birinci sual. Hansı cümlədə doğru işarəsinin işlənməsində səhvə yol verilib? Adı deyir ki, özünü sevənlərin çoxu əslində özünü deyil, özləri haqqında uydurduqları obrazları sevirlər. Əslində modal sözdür. Sol sağ vergül işarəsini qoyub. Özünü deyil. Burada deyil xəbər mövqeyinə çıxış edilmiş olur. Yəni özünü sevmir, obrazı sevirlər mənasındadır və müstəqil xəbərdir. Vergül düz qoyulub, sonda da nöqtə. Bu qaydasında. Oğul, gözlər cismani həyat üçün qapanmasa, ilahi hikmətlər üçün açılmaz. Bu da dərşə qaydasında xitabdan sonra qoyulub. Mürəkkəb cümlənin komponentləri arasında vergül qoyulub. Elə adamlar var ki, düzdür, özləri yalan danışmaqdan qaçsalar da, bu da düzdür. Yalançılıq xidmətindən istifadə edirlər, sonda da nöqtə var, düzdür. Keçmişimizin qalıqlarını, yəni izlərini əlavədir, pir işarəsi qoyula bilər. Burada da deyil, doğru qoyulmuşdur. Cavab olur E. Çünki sual işarəsi dırnağın içərisində olmalıdır vasitəsində. Dırnaqdan sonra olmalı deyil. 2. Hansı cümlədə doğru işarəsinə bağlı yanlışlıq bağlayıcı ilə əlaqəlidir? Əgər mən Bakıya gedərəmsə, ilk görəcəyim iş Şəhidlər Xiyabanını ziyarət etməkdir. Burada bağlayıcı ilə bağlı bir yanlışlıq yoxdur. B-də verilən çünki bağlayıcısı var. Əvvəlində vergül qoyulub, doğrudur. Cavab olar C. Çünki dadə sadalanaraq gedirsə, sonuncu xaric əvvəlkilərdə bağlayıcıdan sonra vergül qoyursan. Sonuncuda vergülə ehtiyac yoxdur bağlayıcının tələbi ilə. Cavab olar C. Burada vergül modal sözə görə buraxılmışdır. Burada da modal sözə görə yanlış qoydum. Sankidən sonra vergül olmaz. Üçüncü sual. Cədvəl əsasında uyğun cümlələri müəyyənləşdirmək lazımdır. Baxaq, cümlələrin yalnız birinə aid olan, heç birinə aid olmayan və hər üç cümlə fikir istəyir bizdən. Birinci verilən nümunədə axşam düşəndə cırcıramaların səsi ətrafı götürür. 2. Torpaqla vuruşan vətən övladları unudulmur. 3. Mehribanlıq həyatda mövcud olan çətinlikləri unutturmuşdur. Yalnız bir söz birləşməsi işlənmişdir. Burada axşam düşəndə fe'li bağlama tərkibidir. Daha sonra cırcıramaların səsi. Burada üçüncü nöqtəyin söz birləşməmiz var, ismi birləşməmiz var. Ona görə bu verilən nümunədə 2 dənədir. Torpaq uğrunda vuruşan fe'li sifət tərkibidir. Vətən övladları ikinci nöqtəyin söz birləşməsidir. Sonra həyatda mövcud olan fe'li sifət tərkibidir. Həyatda mövcud olan çətinliklər ismi birləşmədir. Yəni əslində ifadə bütövlükdə ismi birləşmədir. İsmi birləşmənin asıl tərəfi də fe'li sifət tərkibi ilə ifadə olunmuşdur. Ona görə yalnız bir söz birləşməsi işlənmişdir ifadəsini yalnız birinə aiddir fikir kimi götürə bilmirik. Mübtəda isimlə ifadə olunmuşdur. Bunu verə bilərsən. Çünki unutturmuşdur. Nə? Mehribanlıq. Digərlərinə baxsan, burada üçüncü növ, burada da ikinci növ. Yəni söz birləşməsi olaraq mübtədanın ifadə vasitəsidir. Xəbəri indiki zamanda olan fe'llə ifadə olunmuşdur. Götürür, unudulmur, unutturmuşdur. Bu nəqli keçmişdədir, qalanları xəbərdədir. Hər üç cümləyə aid olmadı. Tərkibində ikinin xüsusiyyətinin xüsusiyyətini daşıyan fe'l birləşmə əmələ gətirmişdir. Bəli. Burada fe'li bağlamaq, burada və digərində də fe'l sifət tərkibi var. Təyin fe'lin təsriflənməyən formasından ifadə olunmuşdur. Bu heç birinə aid deyil. Çünki təsriflənməyən forma nə yox, onun yaratdığı tərkiblə ifadə olunmuşdur. Biz burada deyə bilmərik ki, təyin təsriflənməyən forma ilə ifadə olunub. Çünki tərkiblə ifadə olunubdur. Heç bir aid deyil fikrini ödəyir. Bütün ikinci dərəcəli üzvlər iştirak etmişdir. Yenə bunu da heç bir aid olmayan fikir kimi götürə bilərik. Baxsan, məsəl üçün, birinci verilən nümunədə zərflik yox var, daha doğrusu ətrafı tamamlıq var, təyinimiz yoxdur burada. İkinci verilən nümunədə təyinimiz var, zərfliyimiz yoxdur. Üçüncü verilən nümunədə tamamlığımız, təyinimiz var, zərfliyimiz yoxdur. Uyğunlaşdırılsa olsaq 2, 4, 5 və 6. Bu bizim tam cavabımız olmuş olur. Variant olaraq A var, A-nı götürmüş oluruq. 4. Nümunələrin birində mürəkkəb cümlənin komponentlərini bağlayan vasitə fərqlidir. Baxırsan, M ilə olan cümlələr var. Əgər M ədatı sual funksiyasını saxlayırsa və baş cümlənin tərkibində gəlirsə, o zaman bağlayıcı vasitə deyil. Həmin cümlələrdə bağlayıcı vasitə intonasiyadır. Amma B-də və E-də verilən nümunələrə baxsan, bağlayıcı vasitə halında çıxış eləmiş olur burada. Niyə? Çünki həm budaq cümlədə gəlmişdi, həm də sual funksiyasını itirmişdi. C-də və D-də verilən nümunələrdə isə sa plus da, sa plus belə. Yəni həm şərt şəkilsi, həm də ki ədatla bağlanmışdır. Bu da qaydasındadır və cavab olur A. 5. Quruluşla bir-birindən fərqlənən sinonim sözlər istəyir bizdən. Təbii ki, A variantı. Gözlük, quruluşla düzəltmə olan isim, eynək isə sadə bir isimdir mövcud vəziyyət üçün. Bunların ikisi də sadədir, ikisi də düzəltmədir, ikisi də düzəltmə, ikisi də sadə olan sözlərdir. 6. Bir-biri ilə antonim olan nümunələri müəyyənləşdirmək lazımdır. Bişmiş, bişməmiş, bunlar antonim olmaz. Çünki inkar şəkilsi əks məzmun yaradır, amma antonimlik yaratmır. Qarı, nik hissəsi olaraq isimdir və yerinə görə qarımaq feil olur, amma cavan sözü sifətdir. Şəkər, isimdir, acı isə sifətdir, bunlar olmaz.
Dərrakəsiz, savadsız bu sinonimdir. Cavab qalır E. Təcrübəsiz, dünya görmüş. Bunlar bir-birinə əks mənadır. Təcrübəsiz adam bir də dünya görmüş, təcrübəsi olan mənasında işlənən bir ifadədir. 7. Hansı bənddə isə köməkçi sözü, yəni hissəci ilə işlənən feillər var. Bunun məntiqi nə demişdik? Sasənin əvvəlinə maq qoymaqla. Məsəl üçün, yeyilsə, əvvəlinə maq qoy, yeyilmək. Demək, oradakı sasə şərt şəkilçisidir. Və ya gecikmək şərt şəkilçisidir. Burada dalaşmış maq olmur, sa hissəcikdir. Keçirilmək burada artıq şərt şəkilçisi olmuş olacaq. Savadlı sifətdir. Sən ora qoşacağın feillə deyil, sifətə qoşulmuşdur. Cavab olurdu. Bunların hər birində sanın əvvəlinə maq qoş, görəcəksən ki, uyğunlaşmır. Demək, saat hissəcik rolundadır. 8. Edir Venn diaqramına uyğun fikirləri istəyir bizdən. Qapını ot basmış, evin damı köhnəlmişdir. Zaman əlaqə tabisiz mürəkkəb cümlədir. Daha sonra ya sən məsləhətimi dinləyəcəksən, ya da bu iş xeyir gətirməyəcək. Bu da bölüşdürmə əlaqəli tabisiz mürəkkəb cümlədir. İkinci verilən nümunə bağlayıcı ilə bağlanıb, amma birinci intonasiya ilə bağlamışdır. Bir doğru fikirdir. Komponentlərindən biri səbəb, digər nəticə bilir, yanlışdır. Birinci zamandır. Tərkibdəki cümlələr müəyyən şəxsli deyir. Bəli, hər ikisinə tərəflərə baxsan, müəyyən şəxsli cümlələrdir. Həmciz xəbərli cümlə deyil, tərəflərin biri digərindən asılı deyil. Çünki o fikir tabeli mürəkkəb cümləyə aiddir. Bu sualımızın doğru cavabı olmalıdır. Yalnız 1 və 3-də verilən fikirlər. Yəni F bəndi. Sonra 9. Sözlərin izahına bağlı uyğunsuzluğu istəyir bizdən. Burada yolar. Çünki naxır çoxlat demək deyil. Çoxlat ilxiyə aiddir. Taqım çoxlu əskərdir. Sürü. Sürü ifadəsi həm əsas ilkin olaraq qoyundan bağlı işlənən ifadədir. Qoyun sürüsündən bağlı işlənəcək ifadədir. Həmçinin sürü sözü yerinə görə eyni cinsdən olan heyvanların bir yerdə saxlanmağına da deyilmiş olur. Yəni bəzən o ifadə var ya, at ilxısı, it sürüsü. Belə bir ifadə də işlənmiş olur. Həmin o ifadənin tərkibindən də götürə bilərsən. Nə bilim, ördək sürüsü, qaz sürüsü bu mənalarda da var. Ona görə bunlar qaydasındadır. 10. Altına xətt çəkilən sözlərin qrammatik mənası. Onun şəhərdə bir oğlu var. Bax, onun şəhərdə bir oğlu var ifadəsində miqdar anlayışı var. 2 oğlu var, 3 oğlu var, bir dənə oğlu var və s. Bu mənanı verə bilirsən. Yolda bir dənə maşın dayanmışdı, 2 dənə maşın dayanmışdı. Bu say anlayışındadır. Məsələdən yalnız mən xəbərdar idim. Burada məhdudlaşdırma mənası bilən ədatdır. Yalnız sən ona kömək edə bilərsən. Burada da yeni ədatdır. Demək, 1 və 4-də miqdar saydır, digərlərində isə ədat. Cavab olar C. 11. Klassiyaya tamamlaya bilən fikir. Burada nə yazıb? Arzu şəklindədir. Demək ki, qarımaq feili A. Arzunun göstəricisi, Y da bitişdirici olmuş olur. Yəni, bir qrammatik şəkilçisi var. Tərkibində də bitişdirici samil işlənmişdir. Kökü feil namonim deyil. Çünki kökü onsuz da feildir. Kökü isim namonimdir. Söz kökünün sonundakı açıq sayt qapalı sayda keçmişdir. Xeyr. Çünki bu söz qara sözü deyil ki, qaraya şəklində keçə. Elə qarımaq feilidir ki, arzu şəklində işlətmişik. Yönlük haldadır. Xeyr. Təsriflənən feil yönlük halda işlənməz. Qoca sözünün anatomi təşkil etməz. Çünki qoca sifətdir, qarı isə feildir burada. Demək, cavab olmalıdır ki, və altda verilən fikrimiz. Sonra 12. Əlavə hansı cümlədə isimlə ifadə olunmuş yer zərfliyinə aiddir? Diqqətli ol. Demir ki, əlavə isimlə ifadə olunsun. Bax, A variantını ona görə çaşdırmaq üçün variant qoyub. Bizim şəhərimiz sakit şəhərdir. Sakit şəhərdir. Hara? Bizim şəhərimiz, yəni Sumqayıt. Görsən, əlavəni isimlə ifadə edilir. Səndən isə təhsin istəyir. Deyir ki, əlavəsi olan üzv nə ilə ifadə olunsun? İsimlə ifadə olunsun. Yəni, mübtəda isimlə ifadə olunmalıdır. Mübtədanın əlavəsi yox. Ona görə A variantını götürə bilmirsən. B-də əvəzli ilə ifadə olunub. D-də yuxarı zərfidir. E-də isə səhər zərfidir. Cavab qalır C. Nə etdi? Getdi. Haraya? Maralgilə. Maralgil daha doğrusu isimdir. Əlavə də buna aid olmuş olur və sualın şərti ödəyir. Burada həm əlavə, həm də ki, cümlə üzvü. Hər ikisi isimlə ifadə olunmuşdur. 13. Doğru fikir istəyir bizdən. Əl-qol hərəkətləri, jest, üz hərəkətləri mimikadır. Bu tərsinə verir. Dil irqi və xüsusiyyətlərdən asılı deyil. Dil yalnız səs və sözdən ibarət olmur. Yazı dildən fərqli olaraq ünsiyyət formasıdır. Deyil, yazıb səhvdir. Dil yeganə ünsiyyət vasitəsi deyil. Yazı da var. 14. Edir Venn diaqramı əsasını uyğunlaşdırmaq lazımdır. Demək, danışmazlar kim haqqında? Adam haqqında. Hansı adam haqqında? Tanımadan adam haqqında. Nə edər? Tanınar. Kim? Dost. Necə dost? Yaxşı dost. Yaxşı dost nə zaman tanınar? Sənin dar günündə. Tamamlıq nik hissəsinə ifadə olunub. Bəli, qoşmalı isimdir və nik hissəsidir. Söz birləşməsi deyil. Baş sözlərin hər ikisi iştirak edir. Xeyr. Birinci verilən nümunədə sadəcə xəbər var. Hərəkət hamıya aid edir, ümumi şəxsi cümlədir. Fikrin məzmununda ümumi anlayışı görə bilərsən. Amma baxsan, ikinci cümlənin üçüncü şəxsin təkindədir və mübtədası var. Bu cümlə müəyyən şəxsi cümlədir. Ümumi şəxsi cümlə
birincidir. Cümlə özlərindən 3-ü nik hissəsinə ifadə olunmuşdur. Birinci verilən nümunədə 3 dənə cümlə özü var, 3-ü də nik hissəsidir. İkinci verilən nümunədə yaxşı dost və tanınır. 3-ü nik hissəsinə ifadə olunmuşdur. 4 ortaq bir cavab olur. Xəbər feilinin xəbər şəklində ifadə olunmuşdur. Bu hər ikisinə aiddir. Hər ikisinə baxsan zaman şəkilsi var və qeyri-qəti gələcək zamandadır. 5-in yeri səhv yazılıb, ortaya yazılmalı idi. Bir-birlə sintaktik əlaqədə olmayan cümlə özləri. Baxsan, mübtəda və zəflik var. Bunlar bir-birinə sintaktik əlaqədə olmur və sualımızın doğru cavabı olar 14-də. 1, 4 və 6-da verilən fikir. 15. Hər üç nümunəyə aid olan fikir. Düzül sözünün kökü düzmək feili, düzgünün kökü də düzmək feilidir, düzəlin kökü isə sifətdir. Çünki al, əl adlara qoşulur, ıl və ğın şəkilsi feillərə qoşulan şəkilsidir. Tərkibində 4 cür yazılan şəkilsi var. Düzəl sözü ödəmir. 2 variantlıdır. Hərəkət bildirən sözdən yaranmaq düzəl sözünü ödəmir. Çünki o düz sifətindən yaranır. Ümumi qrammatik mənasına görə hər üçü hərəkət bildirirmi? Xeyr. Çünki düzgün sifətdir. Tərkibinə görə təhlili hər birində bir leksik, bir də kökdən ibarətdir. Kök və şəkilçi ayrı-ayrı hecaların tərkibindədir. Düzül, düzgün, düz, əl. Kök və şəkilçi ayrı-ayrı hecaların tərkibindədir. Düzül sözü ödəmir. Düzül şəklindədir. Düzül deyil. Baxsan orada köklə şəkilçinin hecasında qovuşma məsələsi var deyə ödəmir. Sonra 16. Cədvələ əsasən uyğun fikirləri müəyyənləşdirmək lazımdır. Qoy sözü həm əsas, həm də köməkçi hissəsi kimi işlənə bilir, bəli. Həm ədat ola bilir, həm feil ola bilir. Bir sıra sayından sonra gələn isim cəmdə işlənir. Əslində bunu belə verməsələr daha uyğun olar. Çünki özündən sonra gəlir ifadəsi tam da uyğun ifadə deyil. Çünki özündən sonra gəlməyinə görə yox, izah etməyinə görə fikir daha da dəqiqləşmiş olur. Bir sıra sayının izah etdiyi söz cəmdə olmalıdır. Nəinki özündən sonra gələn söz. Bir sıra sayından sonra gələn ismi biz təkdə işlədə bilərik. Məsəl üçün, bir sıra məktəb direktorları, bir sıra kənd uşaqları rahat işlədə bilərsən. En qədər də belə örnək var. İstisna falan da deyil. Sadəcə qayda düzgün şəkildə tərtib edilməyib mövcud belə deyim, orta məktəb proqramında. Ona görə o problemi yaşayırıq. Bir sıra sayından sonra yox, bir sıra sayının izah etdiyi söz cəmdə olsa, bu daha uyğun olar və problem yaratmaz. Amma hal-hazırda təəssüf ki, belə qəbul olunub. Yandırmaq sözü yalnız məlum növdədir. İcbar növ variantı yoxdur. Yərik halda olan sözünə sualına cavab verə bilir, düzdür. Dərə-təpə əks mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb isimdir, düzdür. Bumbuz adi dərəcədə olan sifətdir. Başqa digər dərəcədə deyil. Cavab olar 1, 2, 6. 17. Həmcins xəbərli sadə cümləni istəyir bizdən. Nəvələr həyatda və bağçada çalışır, baba zövq alır. Ayrı-ayrı baxsa, mübtəda xəbər quruluşu var. Çalışan nəvələrdir, zövq alan babadır. Burada xəbərlər həmcins deyil. Yığıncaqda nə ağalar, nə bəylər var idi. Burada həmcins olan mübtədadır. Buraya yaraşıq verən meşələrdir, dağlardır, yamaclardır. Həmcins olan xəbərlərdir. Yaşıl uca və çiçəkli sözlər isə həmcins təyin deyil. Çünki ayrı-ayrı sözlər izah edirlər. Elmi bədii sözləri həmcins təyinlərdir. Bu isə tabeli mürəkkəb cümlədir. Sən çalış, sən insan ol. Bu səni aldada bilər ki, burada həmcins xəbər var. Xeyr. Baxmalısan burada ki, tabeli bağlayıcı işləndi. Demək ki, bu tabeli mürəkkəb cümlədir. Və tabelinin xəbərləri, baş və budaq cümlənin xəbəri bir-birinə münasibətdə həmcins olmur. Eyni şəxsdə olsalar belə. 18. Sözlərin mənasına uyğun olaraq ifadələri uyğunlaşdırmaq lazımdır. İndi baxaq. Tələsik sözü iki daşın arasında mənasını ifadə eləmiş olur. Sonra qorxutmaq sözü gözün odunu almaq mənasını ifadə eləmiş olur. Gözün odunu almaq kimsə qorxutmaq, kiməsə bir növə hədə qorxu gəlmək mənasını ifadə eləmiş olur deyə bunu çox rahat şəkildə verə bilərsən. Yəni D-də verilən fikir də buna getməlidir. Sonra üzülmək. Üzülmək ifadəsi də buradakilərin içərisində içini yeməyə uyğun gəlmiş olur. Yəni hər hansısa bir şeylə bağlı narahat ola bilirsən və yaxud da ki üzülmüş olursan. Bu mənaya gələcək bir ifadədir. Yəni biz B-də verilən fikirdə yazmalıyıq bura. 1-ə E, 2-yə D, 3-ə də B getməlidir. Elə bir variant da təəssüf yoxdur. Siz burada belə bir düzəliş edib bunu götürə bilərsiniz. Digərlərinə gəlsək, lərzəyə gəlmə ifadəsi ki var. Bu mövcud burada verilənlərin heç birini ödəmiş olmur. Çünki lərzəyə gəlmə ifadəsi necə deyim, əsmək, titrəmək falan mənasındadır da. Bu mənaları ifadə eləmiş olur. Əgər bu lərziyə salmaq olsaydı, o zaman qorxutmaq ola bilərdi. Ürəyə qopmaqdakı burada verilənlər içərisində qorxutmağa aid deyil. Ürəyə qopmaq, qorxmaq mənasındadır. Yəni biz bunu qorxutmaq mənasında ifadə eləmiş olmuruq. Ona görə o mənanı tam şəkildə ödəmiş olmur. Bərk qorxmaq, həyəcan keçirmək mənasındadır. Biraz natamamlıq var variant cəhətdə. 19. Əlavə cümlənin baş özünə aiddir, ikinci dərəcə özünə aiddir. Baxaq. Səbri olmayanlar, yəni yeri gələndə özünə dur deməyə bacarmayanlar
nə qədər də yoxsuldur. Bax, fikir ver, yoxsuldur. Kim? Səbri olmayanlar. Yəni, yeri gələndə özünə dur deməyə bacarmayanlar. Əlavə mübtədəyə aiddir. Trenin sol tərəfi müstəqil şəkildə mübtədə kimi işlənə bilir, əlavədə mübtədəyə aid olmuş olur. Bizim uşaqlar demək, gəzməyə, daha doğrusu getmişdilər. Kim uşaqlar? Nə xəbərdə, nə də mübtədadan sonra tir işarəsi qoyub əlavə gəlmiş olmur. Fikir versən, kəndimizə getmişdilər. Daha çox zəfliyin əlavəsidir. Məktəbimiz Qəmərvanın aşağısında. Aha, burada baxsan, bu məqam adətən yer zərfi ilə qarışdırılmış olur. Məktəbimiz Qəmərvanın aşağısındadır. Aşağısında idi. İkinci tərəfdə gələn o idi ilə də yola çıxıb əlaqələndirib, bunu xəbərin əlavəsi olduğunu müəyyənləşdirə bilərsən. Orada zəfliyin əlavəsi işlənməyib. Öz adını tarixə qızıl hərflə yazmışdı Füzuli, bu mübtədanın əlavəsidir. Odur. Dır xəbərli şəkilçi sözdən sonra gələn əlavə olacaqdır xəbərin əlavəsi. Deyil çətmişik haranı, Zəngilan şəhərini. Haranı tamamlığın sualıdır və əlavədə tamamlığa aid olmuş olur. Cavab olar burada 1, 3, 6, 19-cu cavaba. 20. Təyini ismi birləşməli ifadə olunan cümlə hansıdır? Dərs mövzusunu unutmuşdu. Adil. Hansı adil? Həmişə müəssisələrinə hazırlıqlı gələn. Fes və təkimlə ifadə olmuşdu. Sonra xilas etdi. Rasim dayı. Hansı Rasim dayı? Gölün mühafizəçisi. Üçüncü növ təyin söz birləşməsindən ifadə olunmuşdu. Qabiliyyətli insanları qabağa çəkmək lazımdır. Qabiliyyətsizlər onsuz da bir yolunu tapacaqlar. Burada baxsan, qabiliyyətli sözüdür təyin olan. Yox, olmaz. Lazımdır. Nə? Qabiliyyətli insanları qabağa çəkmək. Burada məsəl heç təyin yoxdur. Çünki məstər tərkibində getmiş olacaq. Bu getdi. Əlindən iş gələn iş gör, gəlməyən qaraltıyadır. Burada ismi birləşmə təyin yolunda işlənmiş olmur. Belə bir şey yoxdur. Qarkeş ana, burada da tərəflər parçalarını və sifətlə ifadə edilmiş olur. Sonra deyil cümlə ilə bağlı səhv kitab. Tərkibində qarşılığı olmayan eyni cinsli samitlərin qoşa işləndiyi sözləri var. Tiranlar, sonra siçanlar. Burada da baxsan qoşanlığı var, bu doğrudur. Səs düşümü baş verən sözlərin kökünün deyişlə yaxşı fərqlənmir. Yaxşıdırın r'sı düşür. Cəmiyyətdənin y'sı düşür. Kökü cəm deyir. Bəli, bunların kökündə heç bir fərqli məqam yoxdur. İstər yaxşı, istər cəm sözü. Üç sözün tərkibində eyni cinsli samit qoşalı var. Eyni cinsli samit qoşalı tiran və siçan sözlərindədir. Qalanlarında yoxdur. Çünki burada y'nın biri düşür. Digərlərində elə bir məqam yoxdur. Eyni hərf müxtəlif sözlərdə müxtəlif samit səsləri ifadə eləmişdir. L. Məsələn, burada n-dır. Burada l olaraq qalır. Sonra burada l d-yə keçmiş olur. Məsələn. Yazıda işarəsi olmayan samit səsin işləndiyi söz pişiklər sözüdür. Burada xışlıqla tələffüz olunmuş olur. Pişiklər. Yazında iş fərqlənmiş olur. Bəli, bu da doğru fikirdir. 22. Yönlük halı isimlə başlayan cümlə. İlahi variantı. Anaya hörmət. Qeytənin isim birləşmə nasıl tərəfidir? Qalaya qəlbimin odunu dağlar. Qəlbimin odunu dağlar. Qalaya burada inversiya var. Qalaya sözü feil deyir. Qoca sifətdir. Sona adam adıdır və orada yönlük aşağı keçisi yoxdur. Ağlayaraq feili bağlamasıdır. 23. Hər zaman bizə deyərdi ki, ən aciz adamlar belə öz inamı uğrunda qəhrəman olurlar. Cümlənin sintaks təhlillə bağlı doğru fikirlər. Bütün cümlə özləri işlənmişdir. Demək, nə edərdi, deyərdi, nə vaxt, hər zaman, kimə deyərdi, bizə. Qəhrəman olurlar. Kim? Adamlar. Hansı adamlar? Aziz adamlar. Nə uğrunda? Uğrunda ifadəsi adətən məqsəd zərfli ifadə vasitəsi olmuş olur. Hamısı bir yerdə öz inamı uğrunda bir tövhiddə məqsəd zərfli olmuş olacaq. Bütün cümlə özləri işlənmişdir, düz deyir. Çünki burada mübtədamız da var, tamamlıq, təyin, xəbər, zərflik hamısını çox rahat şəkildə görə bilirsən. Xəbərlərin birini hissəsinə ifadə olunub, hər ikisinin hissəsidir. Hər ikisi sözdür. Biri sadə söz, biri mürəkkəb söz. Məqsəd zərfli söz birləşməsinə ifadə olunub, doğrudur. Cümlə özü olmayan söz də işlənib. Əslində burada söz yox, sözlər də işlənib yazsa variant daha doğru olar. Çünki burada köməkçi hissələr var ki, hər hansı bir cümlə üzrə çıxış eləmiş olmur. Əvəzliklər təyin mövqeyində işlənmişdir. Yanlışdır, əvəzliklər deyir bizə. Biz əvəzliyi orada təyin mövqeyində deyil. Öz əvəzliyi də özündən sonra gələnlər bir yerdə işlənir və bir cümlə özü mövqeyindədir. 1, 3 və 4-ə oxşayır bunun cavabı. 24. Məncə uğur qazanmasa da yarışın ən fəal iştirakçılarından biri məhz odur. Cümləsinə təyininə aid olmayan fikirlər. Bax, fikir versən bu verilən nümunədə məncədən sonra vergül yoxdur. Məncədən sonra vergül yoxdursa, sən o ifadəyə fikir mənbəni bildirən moda söz deyə bilməzsən. Sualın şərtində də doğru işarələri buraxılıb falan belə bir şey demədiyinə görə, yəni bir mənalı şəkildə məncə də mən əvəzlikdir, cazə də qoşmadır. Aha. Baş cümlədə dəqiqləşdirici ədat var. Sa plus da var deyə. Budaq birinci gəlir, baş ikinci gəlir. Və burada məhz var. Dəqiqləşdirici ədatdır, bu doğru fikirdir. Düzəltmə isim və qoşmaların sayı eynidir. Məncədəki C qoşmadır. İştirakdan iştirakçı düzəltmə isimdir. Yarış sadə isimdir. Burada verilən fikir də doğrudur. Bunların sayı bir-birinə bərabərdir.
Tamamlıq ismi birləşmə ifadə olunmuşdur. Odur. Kim? Yarışın iştirakçılarından biri. Burada tamamlıq yoxdur ismi birləşmə ifadə olunan. İsmi birləşmə ifadə olunan mübtədadır. Baş cümlənin xəbəri quruluşca sadə olan işarə yox, şəxs əvəzinə ifadə olunmuşdur. Bax, kimdir sualı verirsən. Oya əgər kim sualını verirsənsə, o əvəzliyi artıq şəxs əvəzliyi mövqeyindədir. Demək, 24-cü sualın cavabı olmalıdır nə? 2, 4 və 5-də verilən fikirlər. 25. Fikirlərdən yalnız bir nadə oldu söz. Zərgərlik l, r-yə keçir, k, x-lığa keçir. Baxsan, müxtəlif hərflər, yəni r və l eyni səsi r-nı ifadə eləmişdir. Biri götürə bilərəm, birini ödədi. Yəni bunu ödədi. Zəhmətkeş və səhlankar sözlərin yazış və deyişində heç bir fərqli məqam yoxdur. Yəni bunların ödəyəcək bir tərəfini də görmürük. Oxşuyan şəklində tələffüz olunur. Eyni hərf a-lar bir u-nu bir a-nı ifadə eləmiş olur. Birincini ödəyir. Nazirlik də eynən zərgərlik kimidir. Bunu da götürəsən. İkinci fikri ödədiyinə görə. 26-cı sual. Hansı sözlər düzgün yazılmışdır? Poema düz yazılıb. Qənbər düzdür. Arabir düzdür. Proses. Buradakı s yoxdur. Nəinki bitişik yazılar. Meyldə də i olmalıdır. Sözlərin mənasına uyğun frazem. Söz tapmamaq ağzında dili qurumaq ola bilər. Aradan götürmək, sıradan çıxarmaq ola bilər. Mübarizəyə sövq etmək, ayağa qaldırmaq, üsyana yönəltmək mənasını ifadə eləmiş olur. Sağlamlığını bərpa etmək bu frazem deyil, bel bükülməkdəki qocalmaq falan mənalarını ifadə eləmiş olur. Belə, ümumi bu qədər.